Bu azarkeşler arasında Ruslan Kuchalski'nin gedişiyle bağlı narahatçılığı var ki belki Bulqara gedə bilər. Ümumiyyətlə Kuchalski ilə bağlı ehtiram arasında təşkil olunur. Qaldı ki, Kuchalski ilə bağlı belə bizə rəsmi təklifi yoxdur, amma bilməm, belə tələsmək lazımdır. Ümumiyyətcə, əgər bir oyuncu, qapıcı əgər indi inkişaf etməyə başlayırsa, indi öz potensialımıza çıxarmağa başlayırsa, özü də bunu məncə çox gözəl başa düşür, tələsmək lazımdır. Əksinə, belə bir şansdan daha da istifadə lazımdır ki, burada əgər bu oyuncuya çox güvənilirsə, onun oynama ehtimalı daha çoxdursa, bunun təcrübə toplama ehtimalı daha çoxdursa, bəzən biraz tələsmək lazımdır. Mənə gəlir ki, hələ lazım olsa, yəni belə bir danışıqlar da gedəcək, amma hələ ki, elə bir rəsmi təklif bizə yoxdur. Belə.